Yeni izləyicilər üçün ən çox verilən sualı aydınlaşdırmaq istəyirəm. Uşağın boyu hansı yaşa qədər uzanır? Bunu dəqiq demək mümkün deyil. Çox fərdidir. Hər cinsə görə dəyişir və bu cinsi inkişafın nə vaxt başlayır, nə zaman bitməsi ilə əlaqədar olan bir şeydir. Ona görə konkret bir yaş yoxdur ki, uşaq 18 yaşa qədər uzanır, 20 yaşa qədər uzanır, belə deyil. Yeniyetməlik, ergənlik, cinsi inkişaf, bu sözlər bir-birinin sinonimidir. Yəni uşağın hormonal inkişafı başlayanda ciddi bir boy sıçraması olur. 1 il ərzində 10 sm-ə qədər uzanma olur. 2-3 il ərzində bu yeniyetməlik davam edir və yeniyetməlik tamamlanandan sonra artıq boy inkişafı da dayanır. Yeniyetməliyin tamamlanmasının əlaməti qızlarda aybaşıdır. Aybaşıdan 1 il, 2 il sonra artıq boy yekunlaşır və dayanır. Bu əgər 13 yaşa təsadüf edə bilər, 14 ola bilər, daha erkən 10 yaşda belə boy dayana bilər. Oğlanlarda yeniyetməliyin son əlamətini çox təqribi olaraq üzdə tüklənmə kimi göstərə bilərik. Üzdə tüklənmə varsa, demək yeniyetməlik artıq tamamlanıb, amma oğlanlarda bu çox təqribidir, belə olmaya da bilər. Demək yeniyetməlik tamamlanır və artıq boy inkişafı da tədricən səngiyib, yavaşlayıb dayanacaq. Bu da təxminən oğlanlarda əsas etibarilə 16-17 yaşında olur, bəzən 18 yaşa qədər də davam edə bilər. Amma bəzi gecikmiş hallar olur ki, bu halda yeniyetməlik gecikir deyə o uşaqlar sonradan 18-19 yaşında, bəzi hallarda 20 yaşında da boy artımı göstərə bilərlər.